5 mart Bədən Tərbiyəsi və İdman günüdür. Bu münasibətlə bugün ölkəmizin idman paytaxtı Qəbələ şəhərində idman paradı keçirilir. Paraddan öncə Gənclər və İdman Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyublar. Qəbələ Mədəniyyət Mərkəzində ümumilli lider Heydər Əliyevin Azərbaycan ictimaiyyəti ilə tarixi görüşünün 30-cu il dönümü münasibətilə Gənclər və İdman Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub. Azərbaycan idmanının dönüş anına çevrilmiş tarixi görüşdən 30 il ötsə də, bugün hər kəs ulu öndəri idmanımıza qazandırdığı yüksək dəyərlər üçün böyük ehtiram və minnətdarlıqla xatırlayır. Daha sonra idman paradına start verilib. Şəhərin mərkəzindən idman ictimaiyyətinin iştirakı ilə start götürən yürüyüş Asan Xidmət binasının önündə paradla davam edib. İdman federasiyaları, idman qurğuları, gənc və veteran idmançılar, idman səfirləri, regional gənclər və idman idarələri, idman könüllüləri, idman məktəbliləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər. Tədbirin rəsmi hissəsində dövlət himnimiz səsləndirilib. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuha Abdullayev, Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə hər kəsi təbrik ediblər. Tədbir bədii hissə ilə davam etdirilib. Konsertdə Murad Arifin ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşğu ilə qarşılanıb.